Xəbər verdiyimiz kimi 2023-cü ildə Esra adlı qadın Türkiyənin Show TV kanalında yayımlanan Didəm Arslan Yılmazla Asla Vazgeçmə verilişinə gələrək Doğuşun onunla dini nikaha girdiyini deyib. Axşamazın məlumatına görə verilişdə Doğuşla bağlı əsassız iddialar yayımlandığı üçün Doğuş və aparıcı xanımı Xoşgədəm Hidayət qızı Didəm Arslanı məhkəməyə verib. Doğuşun vəkili Feyza Altun ötən gün açıqlama yayaraq müğənninin məhkəməni udduğunu bildirib. Təxminən 2 il əvvəl Didəm Arslan Yılmazın aparıcılığı ilə Show TV-də yayımlanan verilişdə Doğuşun şəxsi həyatı ilə bağlı böhtan, təhqiramiz ifadələr ehtiva edilib. Doğuşa qarşı qaldırdığımız mənəvi təzminat iddiasını qazandıq. Bu kompensasiya müştərimiz Doğuş tərəfindən Xərçəngsiz Həyat Dərnəyinə bağışlanacaq. Biz ictimaiyyəti müvafiq olaraq məlumatlandırırıq. Qeyd edək ki, Esra adlı xanım dini nikah kəsdirdiyimiz gün yanımızda Doğuşun meneceri və 2 rəfiqəm vardı. Mənim xəbərim yox idi. Nikah kəsən insan gəldikdə bunu anladım. Doğuş öncədən dini nikah kəsdirməklə bağlı təklif etmədi, sürpriz oldu. Amma evli idi, mən boşanacağını zənn edirdim, sözlərini deyib. Doğuş və aparıcı Xoşgədəm Hidayət qızı 2014-cü ildə ailə həyatı qurub, onların bu evlilikdən əkiz oğulları var.